B variantı 68 nömrəli test nümunəsi. Choose the correct sentences with the noun in the genitive case. Yəlik halında olan ismin işləndiyi doğru cümlələri seçin. Bu test nümunəsini eləmək üçün abituriyentlərimiz ismin yəlik halı ilə bağlı biliklərini yadlarına salmalıdırlar. Bunu gəlin biz cümlələrdə baxaq və müəyyən edək. Birinci cümləmiz. The horseman's aim was to reach the village before sunset. Cümlənin tərcüməsi belədir. Atlıların məqsədi gün batmazdan əvvəl kəndə çatmaq idi. Amma biz ismin yəlik halında olan birləşməni axtarmalıyıq. Görürük ki, burada the horseman's aim ifadəsi ismin yəlik halında olan birləşmədir. Amma abituriyentlərimiz diqqətli olmalıdırlar. Horseman sözü burada a man qaydasız cəmlənən isim olduğu üçün onun cəm forması man şəklində qurulmuşdur. Və abituriyentlərimiz bilməlidirlər ki, kökündən dəyişən isimlərin yəlik halı istər təkdə, istərsə də cəmdə həmişə apostrof S formasında düzəlir. Amma burada yanlış olaraq S cəm şəklindən sonra apostrof verilmişdir ki, bu da səhvdir. İkinci cümləmizə baxaq. This is my parents' country cottage. Bu mənim valideynlərimin bağ evidir. Burada my parents' country cottage ifadəsi ismin yəlik halındadır. Parent sözü S cəm şəkilçi qəbul eləmişdir. Doğrudur və ismin yəlik halı cəm şəkilçi qəbul elədikdən sonra tək apostrofla verilir. Bu doğru cümlədir. Rachel and Pamela's eyes are brown. Cümlənin tərcüməsi belədir. Rachel və Pamela'nın gözləri qəhvəyidir. Ona görə burada hər iki isim yəlik halında apostrof S qəbul etməlidir. Amma gördüyümüz kimi burada Rachel and Pamela's eyes sonuncu isim yəlik halda işlənmişdir. Bu isə o deməkdir ki, haqqında danışılan isim, yəni eyes, hər ikisinin ortaq mülkiyyəti olmalıdır. Amma bu isə cümlənin mənasına uyğun deyil. Deməli, bizim üçüncü cümləmiz yanlış yəlik halda işlədilmişdir. Dördüncü cümləmizə diqqət edirək. We spent the whole night at the Whites. Biz bütün gecəni White'lar ailəsinin evində keçirtdik. Burada abituriyentlərimiz ismin yəlik halında olan birləşməyə at the Whites birləşməsinə diqqətli olmalıdırlar. Abituriyentlərimiz bilməlidirlər ki, Mr. White deyərkən biz şəxsin tək olduğunu bilirik və bu halda ismin yəlik halı apostrof S ilə düzəlir. Amma the Whites şəklində biz şəxsin ailəsini nəzərdə tuturuq. O halda ad bildirən isim S cəm şəkilçi qəbul edir və yəlik hal apostrof ilə düzəlir. Ona görə də dördüncü cümləmiz doğrudur. Beləliklə, burada birinci və üçüncü cümlələr yanlış yəlik haldadır. Amma ikinci və dördüncü cümlələr isə doğrudur. 68 nömrəli test nümunəsi doğru cavabımız A bəndidir.